Salam dostlar, videoma xoş gəldiniz. Mən Zivər. Dostlar, bugün sizinlə birlikdə məktəbin son günü videosunu çəkirəm. Əslində mənim üçün çox ani bir giriş oldu. Yəni bir anda videonun girişinə başladım. Videoya başladım. İndi biz gedirik məktəbə. Nərmin və mən gedirik məktəbə. Nərmin kitablarını verəcək. Mən verməyəcəm. Mən dünən verdim. Mən həmişə bunu belə eləyəndə anam deyir ki, arxada cadı var. Siz kimsiniz ki, mənim videomu çəkirsiniz? Mənim. Mənim gözüm niyə belədir? Mənim gözüm gerçək həyatda belə deyil axı. Help. Burada ayaqlarımız. Bu nə ayaqdır? Pes yatırıyor. Vallahi açmı kızım? Ayağımıza. Yoxdur, o qədər var. İndi biz məktəbdəyik. Gördüyünüz kimi. Çox göründü həqiqətən də. Oturmuşuq. Hava da istidir. Oturmuşam divanda, qarmanı deyim. Sakit olmurlar, tərbiyəsizdirlər. Yəni mənə oxşamırlar da, yəni görürsünüz. Şübhəli. İsti deyə. Nə etməyə çalışırlar onlar? Heç nə kitab verirlər. Hayda, bu kimdir? Nənəmin əmisi oldu. Ay, Yəqin çox sağ ol. kiminlə xarab? Ya. Mesela Telefonun arkasındaki istikrar. tanıyam. Cəmaya gid dostum. Yarsın. Yalaşıram. Nərmin, daimi oxşayırsan. Bugün bufetin qabağındayıq. Mərzədən mən. Amma heç tanınmayacaq. Qoy təkərə düşsünlər. Kasıb donacır. Keçid edəmirlər. İşləri gedir. Mənim pulum yoxdur. Mən niyə kəsim? Mənim var 1 manat ağla. Mən böyüyəndə var Düşünelim, olacam. tartışalım. Mən də bir dənə şalvarım arasam masalara geyinəm. Çəkirəm də xəstə. Nikolya xanım. Cəmalə xanım. Mən rəngdə oturmaz. Qəşəng görünürsən. Mən qəşəyəm. Xoşuma gəldi. Özümə aşiq oldum. Direktor bu videonu görməsin. Görəcək. Üstümə yıxılacaq. Ay, zəkər. Çox qəşəngsən. YouTube partladı. Bu videoya like atın ki, YouTube partlasın. Şübhəli. Cəmaatı çəkməyib YouTube-a qalacaq. Bir də gördüm Məryəm şivənliyini atlayıb. Mən içine sansürlə. Görünmürsən. Sansürlə də. Gözlüyürsün. Burada aynen sansürləmişim yanına. Ya getir. Bunu SS eləyir. Nah eləyir. Yox. Mənim fanım var. Fanım SS eləyər. Ki? Mən də moda ikonu. Adriana Lima. Seni çek. İşini çek. Mən Abi ben botusu çek bana. Köy geldik şimdi. Sən də çək özünü ünlü kimi hissədəsən. bir neçə gün sonradan hər birinizə yenidən salam dostlar. İndi bugün ayın 14-düdür və biz son zəngə gedirik. Yəni məktəbdə son zəng alacaq və biz də son zəngə gedirik. İndi dostlar qardaşımla bir yerdə, Aminlə bir yerdə gedirəm məktəbə. Yox, məktəbə getmirəm. Gedirəm Nərmini falan götürəcəm. Ondan sonra isə gedəcəyik məktəbə. Bu arada səhər saat 8'dir. 8 olmazsa işler qalır. Niyə bu qədər tez gedirsiniz deyə soruşmayın. Çünki mən ömrümdə ilk dəfədir ki, son zəngə gedirəm və yəni saatın bilmədiyim üçün yəni 9 olduğunu təxmin elədim. Ona görə yəni gedirik də indi. Deməli dostlar, biz hələ də gedirik, hələ də yoldayıq. Gedirəm Nərmini falan götürməyə. Nərmin sahib Hüseyin. Yəqin ki sahib də olar da, yəqin nə bilim. Gedirik. Deməli indi gəldik biz. Mən
Dostumu gözləyirəm burada. Yeni dostum, 2 günlük dostum. Neyse gözləyirəm burada. O gəlsin, gedəcək Nərmin falan götürəcək. Zaten bir məhlə fərqləri var aralarında yəni. Belə yəni gözləyirəm. Bu arada dostlar, mən keçən videoma baxdım, sabahlama videosuna, bundan öncəki videoma baxdım. Videoda qaşlarım o qədər incə görünüb ki, qaşlarım normalda o qədər də incə deyil, amma videoda qaşlarım o qədər incə görünüb ki, flashda. Buraları elə bir şey yoxdur heç. Qaşlarım çox incə görünüb videoda. Bunu niyə dedin deyə soruşmuyorum, bilmirəm, demək istədim. Salam. Salam. Adınız nədir? Adınızı bilmirsiniz? Bir nəfər gəlir. Bir nəfər. Bir Neyse gəlsin, gedirik Nərmini sahibi Hüseyni götürməyə. İnşallah sahib falan da olacaq, yəni şübhəlidir orası. Amma yəqin ki olarlar deyə ümid edirəm. Ya özümü mən də özümü kamerada seçim istəyirəm, Allah haqqı. No 834. Deməli biz indi məktəbə gəldik. Amma bizi içəri qoymurlar. Ümumiyyətlə heç kimi içəri qoymurlar. Çünki hələ 28 dəqiqə var imiş. Biz də 28 dəqiqə gözləmək məcburiyyətindəyik. 28 dəqiqədən sonra qoyacaqmış Nərmin. Telefonu tərəf etmə. Tamam, bak kızma. Yaxşı, dənə baxsan, edə də. Belə. İndi gözləyirik biz burada. Gözləyirik. Bu yeyirlər. Bu yeyirlər. Məsələn sən hələ 5 keçər 5-də yemişləri. Axşamdan da çıxırmaq gəlir. Hə. Mən Səncəndə Görmürəm nə Allah. Bir çekim olduğumuz. Sən görəcəksən. Hardasa 20 dəqiqəyə yaxın ki gözləyirik 11-ə bir şey eləsin. Səhnəyə çıxsın. Hələ birincilər var. Hələ də gözləyirik. Ona görə gəldik bura. Yalancı. Deməli dostlar, biz indi məktəbdən evə qayıdırıq. Niyə evə qayıdırıq? Çünki mənim qardaşım evə getmək istəyir. Ona görə onu evə qoyacağam. Sonra yenə gedəcəm məktəbə. Getdi uşaqdan. Deməli indi bitdi 11-lərin şeyi. İndi biz də gedirik evə. Adam kimi danışıyor yine. Neçə saat duzsuz qalmışam. Bir dənə su içə bilsəydim çox qəşəng olardı. Gəl. Nərmin. Hayır. Görünmürəm ki. Və dostlar, mən nəhayət ki evə gəldim. İndi isə saat 3 işləyir. Həyatımda ilk dəfə idi ki son zəngə getdim. Məktəbin son gününə getdim. Ümid edirəm ki tam da istədiyiniz bir video alındıra bildim. Əslində məktəbdə çox çəkmədim. Çünki həm mahnılar var idi. Mahnıya görə yəni telif yeyə bilərdim əslində, ola bilərdi. Telifdən əlavə olaraq dostlar, bizim məktəbdəkilər biraz şüvəndir. Onları çəkib paylaşsam deyəcəklər ki, sən niyə bizi paylaşmısan falan. Ya bizim məktəbdəkilər biraz elədir. Ona görə məktəbdə çox çəkmədim. Belə. Səhər saat 8-də getdim. İndi isə saat 3-ə işləyir. Mən də saat 2-də evə gəlmişdim. Neçə saat edir? 8, 9, 10, 11, 12, 1. Nəysə, belə yəni. Videom bura qədər idi. Ümid edirəm ki, videodan tam razı qalarsınız. Əgər sona qədər izlədinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın. Və bir şey daha demək istəyirəm.
bir türlü videonun sonunu gətirə bilmədim. Dostlar, mənim YouTube videolarımın yorumlarına yazanlarınız var, görürəm, amma hər birinizə bir cavab vermirəm. Soruşursunuz ki, imtahanda neçə bal yığımsan? Dostlar, mən yığdığım balı Instagramda story'də 2 dəfə paylaşdım və 2 dəfə dedim. Bir də YouTube'da deyəcəm, hər birinizə ümumi bir cavab olsun. Dostlar, mən imtahandan, 9-un imtahandan 139 bal yığdım. Belə yəni, 139 bal yığdım. Soruşanlarınız var idi. Bu da sizin üçün bir cavab olsun. Belə. Bye bye.